Kişilərdə artıq çəki problemi, yəni qarında piylənmə, ümumi bədənin piylənməsi gələcəkdə cinsi zəiflik problemləri yarada bilirmi? Bəli. Öncə bir şey deyim ki, artıq çəki, əgər fikir vermisinizsə, kişilərdə məsələn gənc ikən daha arıq, daha çəkiləri normal, fit, daha aktiv olurlar və yaşlandıqca, fiziki aktivliyi azaldıqca çəkinin artması ilə bağlı onların həm cinsi potensiyasında azalma, həm də ki, əhval-ruhiyyələrində azalma olur. Yəni artıq heç nəyə kreativlikləri yoxdur, heç nə eləmək istəmirlər, əzələ qüvvəsi azalmış olur və bu da birbaşa qarın piyinin artmasına bağlıdır. Çünki qarın piyinin artması eyni visceral piylənmə. Bildiyimiz kimi həm qadın, həm kişi orqanizmində həm testosteron, həm estrogenlər vardır və qaraciyərdə bir ferment buraxılıb. Bu fermentin adı seks hormon binding globulin, yəni cinsi hormonları birləşdirən globulin adlı bir ferment buraxılır. Bu fermentdə lazım olmayan hormonların, cinsi hormonların bağlanmasına və deaktiv hala gəlməsinə səbəb olur. Amma visceral piylənmə artdıqca qaraciyər funksiyası zəifləyir, qaraciyər sınaqları yüksəlir və qaraciyər artıq bu hormonun sintezini, bu zülalın sintezini azaltmış olur və azaldıqca da aktiv cinsi hormonların miqdarı artır və bu pasientlərdə artıq halsızlıq, yorğunluq, əzələ zəifliyi, motivasiyanın enməsi, erektil disfunksiyalar, libido, cinsi istəksizlik, əzələ gücsüzlüyü, bədən quruluşunun formasının dəyişməsi, sinənin daha çox qabarması, ginkomasiya deyirik biz buna, qarın ölçülərinin artması kimi əlamətlər görməyə başlayırıq və bu arada andropauza da aktivləşmiş olur. Necə qadınlarda menopauza var, kişilərdə də andropauza var və bu zaman bizim pasientlərə bir mənalı tövsiyə edəcəyimiz ilk öncə artıq çəkidən azad olmaq, fiziki aktiv olmaq və əgər hormonal statuslarına da baxıb, hormonal statusunda hər pasiyent uyğun ya əlavələrlə müalicə və yaxud hormonal terapiyanın başlanması haqqında qərar verilir.